Eldar müəllim, siz 1993-cü ildə Ulu Öndərlə işləməyə başladınız. Ondan əvvəl siz Tarix İnstitutunda işləyirdiniz, Elmlər Akademiyasında. Dəvəti necə aldınız, necə başladınız işləməyə? Bu çox maraqlı hadisədir. Təbii ki, mən qiyabi olaraq Heydər Əliyevi tanıyırdım, hər bir Azərbaycanlı kimi və fəxr edirdim ki, bizim xalqımızın nümayəndəsi Sovetlər İttifaqının rəhbərliyində, Politbyroda təmsil olunub. Bütün ölkənin, Sovetlər İttifaqının aparıcı liderlərindən biridir. Bu bizim üçün çox böyük fəxr mənbəyi idi. Biz onunla görüşəndə bəlli oldu ki, o da məni son dövrlərdə qiyabi tanıyıb, ona görə ki, mənim çıxışlarımı izləyib. Televiziya kanallarında, xüsusən də Sovetlər İttifaqının aparıcı telekanallarında, Moskvada mən siyasi şərhçi kimi çıxış eləyirdim. Belə bir vəziyyət yarandı ki, bir xarici jurnalistlər qrupu Naxçıvana gedib Heydər Əliyevlə görüşmək istəyirdilər. Məndən də xahiş etmişlər ki, mən bir əlaqə yaradım. Mən əlaqə yaratdım. Ancaq sonra onlar gələsi olmadılar və Heydər Əliyev mesaj göndərdi ki, Eldarın istəyi var, imkanı varsa gəlsin. Mən elə Eldarla görüşərəm. O xarici qonaqlar olmasa belə. Təbii ki, mənim üçün bu sevindirici hal oldu. Mən uçdum Naxçıvana. İl 93 yoxsa 92? 93. 93-cü ilin yaz ayları idi. Elə biz iş görüşəndə Heydər Əliyev məni təqdim elədi öz müavinlərinə. Dedi ki, bax, politoloqdur, kanallarda onu görürsünüz. İndi gəlib mənim qonağımdır. Sonra da biz Heydər Əliyevlə oturduq, bir neçə saat söhbət elədik Naxçıvanda. Mən açığını deyə bilərəm, söhbət nədən ibarət idi. Ona görə ki, bir müddət ondan əvvəl mənim mərkəzim, Strateji Araşdırmalar Mərkəzi var idi, mən onun direktoru idim. O bir təhlil hazırlanmışdı və o təhlilə görə Azərbaycanda mövcud olan hakimiyyət, o vaxtı Xalq Cəbhəsi hakimiyyəti, bir neçə ayın ərzində hakimiyyətdən getməli olacaq, böhran gələcək qabaqda. Biz bu təhlili hazırlayanda mən zəng elədim rəhmətli Nəcəf Nəcəfova, o da ekibəyin müşaviri idi və dedim, bizim mərkəzimizin proqnozları həmişə düz çıxır. Bu başdan sizə deyim ki, sizin hakimiyyətin axırı yaxşı olmayacaq. Ciddi səhvlərə yol verirsiniz. Dedi, o təhlili gətirə mənə verə bilərsənmi? Dedim, bəli. Özüm də getdim, müavinim də, mərkəzdən müavinim. Getdik Nəcəf Nəcəflə görüşdük. Mən mərkəzimin təhlillərini təqdim elədim. Və o dedi ki, mən mütləq ekibəylə görüşəcəm və xəbərdarlıq eləyəcəm ki, siyasəti dəyişmək lazımdır. Amma bir həftədən sonra bəlli oldu ki, Nəcəf Nəcəfov da istifaya verdi və aparatdan çıxdı, getdi neft şirkətində, orada müşavir oldu. Sonra mən bildim ki, həmin o söhbətin nəticəsi idi ki, ölkədə vəziyyət nə cürdür, hara gedir və mənim mərkəzimdə təhlilləri orada vacib rol oynuyordu. O cürdə mən Heydər Əliyevlə görüşəndə mən bütün bu qabaqdan gələn proseslərlə bağlı öz fikrimi bildirdim. Danışdım onu, diqqətlə qulaq asdı. Və orada axırda mən yalnız bir söz dedim ki, bu hakimiyyətin apardığı indi bu siyasət onu gətirəcək ki, mütləq toqquşmalar olacaq, qarşıdurmalar olacaq. Vətəndaş müharibəsi həddinə gələ bilərik. Ki də oradan da elə astanasında. Yenə mənim arzum odur ki, bu imkan qədər qansız olsun və yeganə adam sizsiniz üçün bunun qarşısını ala bilərsiniz və sizin hakimiyyətə qayıtmağınız bu millət üçün, xalq üçün, dövlət üçün çox lazımdır. Heydər Əliyev də məni belə qulaq asırdı, diqqətlə, axırda da dedi ki, hər şey məndən asılı deyil, məndən asılı olsaydı, mən imkan verməzdim ki, bir damla qan axsın Azərbaycanda. Dedim, əlbəttə təkcə sizdən asılı deyil, qarşı tərəfdən də asılıdır. Sonra hadisələr elə biz düşündüyümüz kimi inkişaf elədi. Azərbaycanda vətəndaş qarşıdurması başladı, vətəndaş müharibəsi başladı.
və xalq da müraciət elədi. Elə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bax, bizim iş görüşümüz Naxçıvanda oldu. Bax, belə şəraitdə oldu. O vaxt təklif almadınız hələ ki, ya Naxçıvana köçün gəlin, ya nəsə belə bir şeylər olmadı? Yox, ancaq orada maraqlı bir epizodlar oldu. Sonra mən başa düşdüm ki, Heydər Əliyev artıq mənlə bağlı müəyyən planları var idi. Ona görə ki, mən həmin gün Bakıya qayıtmalıydım. O görüşdən sonra. Heydər Əliyev dedi ki, bilirsən Eldar, mənim qonaqlarım var. Türkiyədən nümayəndə heyəti, bir də sonra da Çiçənistandan nümayəndə heyəti. Çiçənistan da o vaxtı faktiki olaraq müstəqil bir dövlət idi. Dudayevin başındaydı və onun da baş naziri Türkiyəyə uçurdu Naxçıvan vasitəsilə. Naxçıvana gəlib oradan Türkiyəyə keçmək istəyirdi. Türkiyənin özündənsə böyük nümayəndə heyəti, orada həmin Xarici İşlər Nazirliyindən, həmin parlamentdən insanlar var idi. Onlar da gəlmişlər həmin gün Naxçıvana. Və Heydər Əliyev mənə təklif elədi. Sən qal, o görüşləri keçirməyə köməkləyirlər. Dedim, qalaram məmnuniyyətlə. Deyir, sabah uçarsan Bakıya da. Bu gün 2 görüşür köməkliylə. Dedim, mən tapşırıq nə olacaq, vəzifəm nədir? Dedi ki, Türkiyə ilə də bağlı, Çiçənistanla da bağlı sənin bir neçə saat vaxtın olacaq. Mənim üçün bir hazırla təşriflərini, təhlillərini, orada nələr baş verir, ikitərəfli münasibətlərdə hansı məsələlər daha vacibdir və əvvəlcə səndən söhbət eləyərik, biz sonra mən qonaqları qəbul edəcəm. Mən getdim, onun köməkçisinin evində qaldım, biraz dincəldim, özümə gəldim, sonra da hazır işləri gördüm, təhlillərimi fikirləşdim, öz təkliflərimi beynimdə düşündüm, formalaşdırdım və sonra Heydər Əliyev dəvət elədi yerində öz qərargahına və orada Çiçənistandan nümayəndələr gəlmişlər, ancaq yarım saat onlardan əvvəl mən gəldim. Biz oturduq prezidentlə, mən çox şeyləri danışdım. Nə orada baş verir, proseslər nə cür gedir, bunların hansı təkliflərlə yəqin ki, gəliblər, bunlar nə istəyəcəklər, nə ola bilər və s. Heydər Əliyevlə yarım saat bir müzakirələrimizi apardıq, sonra o Çiçənistan nümayəndəsini qəbul edildi. Ondan sonra Türkiyənin növbəti çatdı Türkiyə. Yenə də Heydər Əliyevlə biz yarım saat oturduq görüşdən əvvəl. Mən Türkiyə ilə bağlı fikirlərimi söylədim, onların apardığı siyasətlə bağlı, onların bizə münasibəti və Heydər Əliyevdən onlar nə təklif eləyə bilərlər, nə istəyə bilərlər. Bir yarım saat yenə də bizim söhbətimiz oldu. Ondan sonra Heydər Əliyev onları qəbul elədi və mən qabullarda oturmuşdum Heydər Əliyevin yanında, Naxçıvan. Mən sonra artıq Bakıda köməkçi təyin olundan sonra başa düşdüm ki, Heydər Əliyev məni orada sınaqdan keçirirdi. Bu mənim üçün bir məşq idi. Mən də bunu başa düşmürdüm ki, artıq mənlə bağlı bütün qərarlar verilib və bütün planlar da formalaşıb. Sanki mən Bakıda nə işləri görürdüm, onları mənə Naxçıvanda ilk görüşdə o tapşırmışdı, mən də o işlərlə məşğul idim. Təxminən 6 ay sonra artıq dəvət aldınız. Bəli, həmin hadisələr baş verdi, elə biz düşündüyümüz kimi, xəbərdarlıq etdiyimiz kimi. Həqiqətən də qardaş qanı da töküldü. Həqiqətən də Heydər Əliyev bunun qarşısını ala bildi və o hakimiyyətə qayıtdı. Və ondan sonra məni dəvət elədilər aparata Lalə Şövkət dövlət katibinin adından. Lalə xanım sizlə görüşmək istəyir. Mən gəldim aparata, Lalə xanım mənə dedi ki, Heydər Əliyev sənə təklifi var, mənim də təklifim var. Dedim, necə bu ayrı-ayrı təkliflərdir? Dedi, bəli. Heydər Əliyev istəyir ki, sən onun köməkçisi olasan. Mən isə istəyirəm, sən dövlət müşaviri olasan, daxili siyasətlə bağlı və 5-6 nazirlik, sadladası nazirliklər sənə tabi olacaq. Ancaq dövlət müşavirləri də dövlət katibinin kurasasındaydı da. Belə çıxdı ki, Lalə xanım istəyirdi ki, mən bu sahədə çalışım ki, onun kurasasındaydı. Mən dedim, Lalə xanım, mən sizə səmimi deyirəm. Mən dövlət vəzifəsində çalışmağa hələ hazır deyiləm. Mən heç vaxt
dövlət qurumlarında çalışmamışam. Mən məktəbi qurtardım, institutu qurtardım, Elmlər Akademiyasında işə düzəldim. İndi bir mərkəz də açmışam, strateji araşdırmaları mərkəzi. Mən həmişə müstəqil alim olmuşam. Və indi də o mərkəzin işləri də çox yaxşı gedir, çox böyük nüfuzu var, həm ölkənin xaricində, həm də daxilində. Gəlin mən köməklik eləyim, hansı məsələlərdə nə lazımdırsa. Amma qalım öz vəzifəmdə, öz mərkəzimin direktoru kimi. Amma necə karyera idi? Ona xanım da dedi, bir dəqiqə zəng elədi İllər Əliyev, dedi ki, cənab prezident, Eldar buradadır, ancaq razılıq vermir. Sonra da qoydu trubkanı yerə, dedi ki, İllər Əliyev səni gözləyir, qalx yuxarı. Mən də qalxdım, o İllər Əliyev oturdu o mərtəbəyə, 5-ci mərtəbəyə. Kabinetə yaxınlaşanda mən ürəyimdə fikirləşirdim də. İllər Əliyev mənə nə təşrif eləsə, mən deyəcəm ki, mən qaldım öz mərkəzimdə direktor kimi köməklik eləyim və s. belə. Özümü hazırlayırdım İllər Əliyevlə söhbətə. Amma bilmirdim onda ki, nə qədər böyük psixoloqdur İllər Əliyev. Onun təkcə böyük səsəkçi deyildi. Eyni zamanda insanlarla nə cür danışmaq, nə cür insanları öz tərəfinə çəkmək, nə cür onları inandırmaq, bu xüsusi qabiliyyət tələb edir. Bu sırf siyasi analizlə bağlı deyil. Bu tamamilə başqa. Çobanla elə danışmaq lazımdır ki, çoban da səni başa düşsün, akademik də səni başa düşsün. Hər adamın öz dili var, öz yanaşması var. İllər Əliyev bütün bunları gözəl bacarırdı. Ona görə mən kabinetə girəndə o birinci cümlə ilə mənim bütün planlarımı pozdu. Dedi ki, Eldar, ermənilər oradan hücum edirlər. Vəziyyət çox ağırdır cəbhədə. Xalq cəbhəsi deyir, vəzifələrimi dondurmuşam. Aparatda demək olar ki, yerlərin çoxu boşdur, nazirliklər və s. Dövlət qurumları normal işləyə bilmir. Sən belə vəziyyətdə niyə köməklik eləmək istəmirsən? Mən də dedim, Allah eləməsin, cənab istəyirəm. Niyə gəlib köməklik eləmək istəmirəm? Köməklik eləmək vəziyyəti də başa düşürəm, ağır vəziyyəti də başa düşürəm. Sən Naxçıvanda da mən məruzə eləmişdim prosesləri ilə, həmin istiqamətdə də hər şey gedir, həmin o böhranlar və s. Ancaq mən deyirdim ki, mən müstəqil mərkəzin direktoru kimi, deyir, bir dəqiqə. Müstəqil mərkəzdə oturmaqdan çox köməklik eləmək mümkün deyil. Köməklik etmək istəyirsənsə, sən burada olmalısan. Dedim, nə deyirsiniz mənə? Bununla da bir cümlə ilə ki, vəziyyət belədir, niyə köməklik eləmək istəmirsən? O mənə desəydi ki, mən sənə vəzifə təklif edirəm. Mən yenə də dirənəcəkdim ki, vəzifə istəmirəm. Mən müstəqil mərkəzin direktoruyam. Orada məni qanidir və statusumda, vəziyyətimdə, hər şeydə. Ancaq o mənə vəzifə təklif eləmədi. O mənə dedi ki, bu qədər ağır durumda, bu qədər ağır vəziyyətdə sən necə kənarda dura bilərsən, köməklik etməkdən imtina edirsən. Mən elə o bir cümlə ilə də mənim planlarım alt-üstü oldu. Dedim, cənab prezident, harda məsləhətdir, mən işləməyə hazıram. Oturduq, zəng elədi Lalə Şöküdə, dedi ki, Lalə xanım, bax, o köməkçi olmaq istəmir, dövlət müşaviri olmaq istəmir. Mən dedim, mən təcrübə buna imkan vermir. Yəni, ömür boyu müstəqil adam olmuşam. Mən təcrübə yığmamışam dövlət qurumlarında. Heç vaxt partiya içində də olmamışam, komsomol içində də olmamışam. Yeganə mənim elmimdən kənarda olan bir ictimai vəzifəm var idi. Gənc Alimlər Şurasının sədri. O da elmlə bağlı idi, bu komsomol deyil idi. Bu Gənc Alimlər Şurası idi. Başqa nə partiya, nə komsomol axı, mən heç bir təcrübə yoxdur bu inzibati strukturlarda, bu siyasi strukturlarda. Mən bunların hamısını İllər Əliyevə də dedim. Zəng elədi Lalə xanıma ki, bəs onda hansı bizdə vəzifələr var aparatda? Bu şöbə müdirləri, hansı şöbələr boşdur? Lalə xanım ona deyirdi, bu şöbə, o da mənə deyirdi, bu şöbə deyirdim, yox. Deyirdi, o birisi şöbə, o birisi dedim, yox, mənlikdir. Axırda gəldi, ya 3-cü, ya 4-cü gəldi ekspert analitik xidmətinin rəhbəri. İndi mən nə cür buna yox deyə bilərdim? Mən özüm mərkəzimdə elə ekspert analitik mərkəzdir, müstəqil mərkəzim. Faktiki olaraq mən orada nə işlə məşğul idim? Aparatda da o analitik xidmət onunla məşğul idim. Onu deyən kimi
Mən dedim, bəli, cənab prezident, bax bu işi mən apara bilərəm. Buna mənim təcrübəm var, kifayət eləyir. Mən bu məsuliyyətin altına girə bilərəm. Gəldim, bir aydan sonra məni çağırdı. Təcrübə yığırsanmı? Dedim, cənab prezident, bir ay keçib, belə nədir? Sonra da 3 aydan sonra da keçdi, hardasa yanvar ayında məni çağırdı. Dedi, bilirsən, mən indi illərlə gözləməliyəm ki, sən təcrübə yığasan. Bugünkü gündən sən köməkçisən. Götür, həm daxili siyasət, həm xarici siyasət, həm milli təhlükəsizlik məsələləri, hamısı sənin boynundadır. Mənim bir məruzəçim var, o telefon zənglərini qəbul eləyir, qonaqları qəbul eləyir. Ona deyir, mən məruzəçi deyirəm. Sənsə köməkçisən bütün sahələr üzrə. Mən dedim, başda cənab. Yenə yox deyəmədiniz. Deyəndə ki, mən illərlə gözləməliyəm ki, sən təcrübə yığasan. Ancaq bu 3 ayın ərzində daima məni yoxluyurdu. Mənə tapşırıqlar verirdi, məni özünə səfərlərə aparırdı. Məsəl üçün, Fransaya ilk səfərində mən də iştirak elədim. Digər başqa məsələlər, müşavirələrə dəvət edirdi. Amma köməkçi olandan sonra özdə həm daxili siyasət, həm xarici siyasət, Milli Təhlükəsizlik Şurası yarananda onun ilk iclasında aparat rəhbəri dedi ki, cənab prezident, sizin fərmanınızda bir bənd var ki, Milli Təhlükəsizlik Şurasının katibi ilə bağlı təkliflər hazırlanma. Mən artıq hazırlanmışam, bir neçə kadrımız var, təklif eləmək istəyirik. Heydər Əliyev elə iclasda hamının yanında bəyan etdi ki, buna ehtiyac yoxdur, Eldar var. Eldar Namazov bu vəzifəni də yerinə yetirəcək. Yəni, rəsmi olaraq mən köməkçi idim, katibliyin rəhbəri idim və milli təhlükəsizlik məsələləri üzrə də prezidentin köməkçisi idim. İşiniz çoxudur yəqin ki. Bəli, təbii ki, mənim işim yox, Heydər Əliyevin işi çox idi. Heydər Əliyev gəlirdi işə səhər, axşam gecə saat 12-də 1-də biz gedirdik. Arada saat 7-8-lə 7-8 arası o bir neçə saatlıq gedirdi evə. Evdə axşam naharını elirdi, təzədən qayıdırdı işə. Yəni, çox vaxtı mən heç evə də getmirdim. O üçün yolu saysaq eləsək görürdüm ki, dincəlməyə heç vaxt da yoxdur. Elə mən qalırdım aparatda, Heydər Əliyev yenidən saat 8-dən sonra qayıdırdı işə. Bir saat 12-yə kimi işləyirdik, saat 1-ə kimi işləyirdik. Elə gün olurdu ki, mənə deyirdi, bir gün hər şeyi mən baxa bilmədim sənədlərə, imza ata bilmədim. Gecə saat 3-də gələrsən evimizə. Və mən gedirdim evə, nahar eləyirdim. Saat 1-də, 2-də nahar eləyirdim. Saat 3-də də gedirdim evlərinə. Evlərində otururdu, sənədlərə imza atırdı, eləyir. Belə hallarda olurdu. Yəni, iş həqiqətən də çox oydu. Mən də köməkçi kimi gərək Heydər Əliyevdən bir saat əvvəl gəlim işə. Gedəndən sonra çıxarsınız. Gedəndən sonra da bir saat sonra çıxın. Ona görə ki, Heydər Əliyevin iş usulu belə idi. O işə gələndə 5-6 adamla əlaqə saxlayırdı. Vəziyyət nədir? Gecə və səhər nə dəyişikliklər var və s. Amma bu güc nazirlikləri idi. Onu dəqiq bilirəm. Milli Təhlükəsizlik Naziri, Daxili İşlər Naziri, başqa güc nazirlər var idi. Bir də mən mütləq o siyahıda var idim. O gələndə mənə həmişə kabinetindən zəng eləyərdi. Əvvəlcə mən ona telefonla bir 30 dəqiqalıq, 40 dəqiqalıq məruzə eləyərdim. Ondan sonra deyərdi ki, yaxşı, plan saatda gələrsən, sənədləri gətirərsən, sənədlərin üzərində işə başlayarıq ya da plan vaxtda müşavirə təyin eləyirdi və s. Ona görə də gərək bir saat ondan əvvəl gələydim. Mən baxardım ki, bu gecə nələr gəlib, nə məlumatlar gəlib, açıq poçtla, məxfi poçtla. Məxfi poçtu da Heydər Əliyev tapşırmışdı ki, məndən başqa heç kimi aça bilməz. Əgər mən işdə yox idimsə, o konvertdə qalırdı, məxfi qriflə açılmamış şəraitdə. Əgər biz xarici səfər edirdiksə, mən xarici səfərdən qayıdandan sonra görürdüm orada 40-50 belə sənəd, hamısı məxfi sənədlərdir. Onun üçün məndən başqa heç kim onları aça bilməzdi. Kurasiyanızda olan qurumlardan gəlirdi? Bəli, bütün məxfi sənədlər hamısı mənim kurasiyamda idi. Bir dəfə mən çox sevindim. Heydər Əliyev yeni köməkçi təyin elədi. Hərb məsələləri üzrə. Tofiq müəllim.
generalımız. Və o gəldi mənim yanıma, mən onu təbrik elədim. Dedi ki, prezident tapşırdı ki, iş rejimindən bağlı sən mənə məsləhətlər verərsən. Mən dedim, Tofiq müəllim, narahat olmayın, hər şey ona danışdım, elədim. Elə həmin gün 2 dənə məxfi sənəd gəlmişdi Müdafiə Nazirliyinə. Mən tez onların içində yazdım, göndərdim Tofiq müəllimə üçün. Tofiq müəllimə də zəng elədim, dedim, Tofiq müəllim, sənədləri götürürsünüz, təhlil edirsiniz, prezidentə məruzə edirsiniz. Hazır olun, siz baştalyon kimi getmirsiniz onun yanına. O sizdən mütləq soruşacaq. Bu məktubda olan təkliflərə sənin münasibətin necədir? Hansını qəbul etmək olar, hansını qəbul etmək olmaz? Siz məktubu diqqətlə oxuyun. Məktubda qaldıran məsələlərlə bağlı öz təkliflərinizi də fikirləşin, öz mövqeyinizi fikirləşin. Ondan sonra da gedin prezidentə məruzə edin. Yəni təklifləri alırdı elə, hə? Bəli, məsləhətləşmə aparırdı. Bəli, köməkçilərin vəzifəsi 2-3 gün keçdi. Heydər Əliyev mənə zəng eləyir, deyir, Müdafiə naziri telefondadır. O deyir, 2-3 gün bundan əvvəl mənə məxfi sənədlər göndərmişdi, 2 məxfi sənəd. Sən bu 2 gün ərzində 10 dəfə, 15 dəfə mənim yanımda olubsan, niyə məruzə eləməyibsən onları? Dedim, cənab prezident, mən onları təzə təyin olunmuş köməkçiyə Tofiq müəllimə göndərdim, generalımıza. Axı o hər məsələlər üzrə köməkçi təyin olun. Dedim, araşdırsın, sizə məruzə eləsin. Dayan, sən deyəsən çox sevinibsən ki, sənin üstündən bir güc götürülür. Mən dedim, bəli, prezident, gizlətmirəm. Biraz sevinmişəm. Bir məsuliyyət çox nahaxdır. Məktubları qaytar geri. Sən məruzə edəcəksən bütün müdafiə məsələlərlə bağlı bütün məsələləri. Lazım gələndə mən Tofiq müəllimə özüm tapşırıq verərəm. Dedim, yaxşı. Çox sağ ol. Ona görə də bu çox məsuliyyətli bir iş idi, çox gərgin bir iş idi. Bir dəfə mən sevindim ki, işim biraz yüngülləşəcək, o da alınmadı. 99-cu ilə qədər siz işlədiniz və Azərbaycan üçün çox önəmli olan zaman kəsi idi 93-dən 99-a qədər. Həm həlledici zamanlar idi, mən hesab edirəm. Həm məsəl üçün orada ən önəmli məsələlərdən biri elə neft kontraktının bağlanmağı idi. Amma neft kontraktının bağlanmağı da daha əvvəldən maneələr ona çoxudur ki, əslində xarici şirkətlər çox etibar eləmirdilər ki, burada sabitlik olacaq və sabitlik də pozulurdu sərhəddə. Necə baş vermişdi o və necə Heydər Əliyev inandırdı? Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan rəhbərliyi elədiyi dövrdə o bir neçə çox böyük problemi həll edə bildi. Hansılar üçün inanılmaz idi ki, onun öhdəsindən gəlmək mümkündür. Ancaq Heydər Əliyev həm diplomatiya sahəsində, həm hərb sahəsində, həm dövlət quruculuğu sahəsində çox ciddi uğurları oldu, böyük qələbələr oldu. Onları biz belə sadalasaq, ən vaciblərini, onların içərisində neft kontraktı da var. Onların içərisində Lisabonda o erməni diplomatiyasını diz üstə qoyub, ilk dəfə olaraq ATƏT-də Qarabağ Azərbaycanın tərkibində bir muxtariyyət olmalıdır. Deməli, qərarını ala bildi. Bu günə kimi Ermənistanda böyük o mübahisələrdə Nikol Paşinyan deyir, məndən nə istəyirsiniz? Lisabon samitində artıq qərar çıxarılmış üçün Qarabağ Azərbaycanın tərkib hissəsidir. Özünüz razılaşmısınız. Sizi başınıza alladırdılar ki, başqa cür ola bilər. Necə başqa cür ola bilər, əgər ATƏT-in bununla bağlı artıq qərarı var idi 96-cı ildə. Və eyni zamanda Heydər Əliyev üçün ən çətin dövrlər, dövlətçiliyimiz üçün də ən çətin dövrlər var idi. O neft kontraktlarından bir neçə ay əvvəl. O neft kontraktlarının imzalanmasını pozmaq üçün... Maraqlı mərhələdir. Onu pozmaq üçün Rusiya təzyiq göstərmişdi Ermənistana və dəstək vermişdi yenidən texnika ilə, tanklarla, hər şeylə, silah-sursatla. Yeltsin dövrü. Yeltsin dövrü. Ermənilər hücuma keçsinlər,
Tərtər Bərdə istiqamətində cəbhəni yarsınlar, Yevlax yoluna çıxsınlar. Yevlax yoluna da çıxmaq nə deməkdir? O deməkdir ki, Azərbaycan neftini dünya bazarına çıxartmaq üçün yeganə yol bağlanır. Gürcüstana gedən yol elə Yevlax yoludur. Onu kəsməklə faktiki olaraq neft kontraktlarının imzalanması artıq mümkün olmayacaqdır. Böyük neft şirkətləri, o cümlədən onların arxasında duran böyük liderlər, o cümlədən ABŞ prezidenti və s. hamısı səbirsizliklə gözləyirlər ki, bu döyüşlərin axırı nə olacaq? Əgər ermənilər həmin o nəzərdə tutulan Bakı-Tiflis magistralını kəssədilər, onda sentyabr ayında heç bir kontrakt imzalanmayacaqdır, heç bir əsrin kontraktı meydana gəlməyəcəkdir. Həmin aylarda mən yadımdadır, gərgin aylar idi. 2 aya yaxın şiddətli döyüşlər gedirdi. Ermənilər 4-5 dəfə hücuma keçmişdilər o ay yarımın ərzində. Elə məqamlar olurdu ki, ermənilər o istədiyi magistrala 700-800 metr qalmışdı artıq çatmağa. Bizim qoşunlarımız hər dəfə onları dayandırıb geri atırdılar, qoymurdular. Və nəhayət erməni ordusu o qədər itkilər verdi ki, özləri yalvardılar ki, gəlin atəşkəsə imza ataq. Və atəşkəs imza atılmaqla da eyni zamanda neft kontraktlarını imzalamaq üçün yol açıldı. Yaşıl işıq açıldı. Onda xarici şirkətlər gördülər ki, stabillikdir. Stabil, artıq atəşkəs var, müharibə dayanıb, yol da qalıb açıqdır. Nefti çıxartmaq üçün Gürcüstana yol da var. Onda artıq razılıq verdilər və o neft kontraktı, əsrin neft kontraktı imzalandı. Deməsən, belə vacib qələbələr Heydər Əliyevin o hakimiyyəti dövründə, 10 ilin ərzində ona yaxın hər il bir böyük qələbəni biz qeyd edə bilərik. Elə dövlət çevrilişlərinin qarşısını almaq. Heydər Əliyev neft kontraktını imzalayandan sonra biz ABŞ-a uçduq. New Yorkda BMT-nin Baş Assambleyasında Heydər Əliyevin Clinton'dan ilk rəsmi görüşü idi. Clinton Vaşinqtondan gəlmişdi New York'a BMT-nin Baş Assambleyasında çıxış eləməyə. O Heydər Əliyevlə görüşdü. 2-3 adamla görüşdü həmin gün. Ancaq bir neçə saatlıq gəlirdi o. Sonra da qayıdırdı Vaşinqtona. New York'a bir neçə saatlıq gəlirdi. Oldu, sonra məxsus Heydər Əliyevlə görüşmək üçün gəlmişdi? Yox, orada Baş Assambleyada çıxış eləməli idi. Və onun vaxtı var idi ki, 2 saatın ərzində 3 nümayəndə heyətindən görüşmək. Bütün dünyanın orada gözü Clinton'daydı. Kimlə görüşəcək? Kimlə görüşəcək? O 3 görüşdən biri Azərbaycan idi, Azərbaycan prezidenti idi. Və o görüşdə mən özüm iştirak edib görürdüm ki, Clinton nə qədər böyük hörmətlə Heydər Əliyevə və hətta baxışı da çox böyük, hər şeydən xəbər verirdi. Burada bir balaca incəlik var. Mən deyim, Clinton'ın Heydər Əliyevə münasibətində xüsusi bir rəng qatan bir amil var. O döyüşlər üçün biz danışdıq. Aprel-may aylarında şiddətli döyüşlər üçün erməni qoşunları cəbhəni yarıb Bərdə Tərtər istiqamətində Yevlaxa çıxmaq istəyirdilər. Həmin döyüşlər, şiddətli döyüşlər zamanı Bill Clinton'ın nümayəndəsi Bakıda səfir Richard Kozlar təcili Heydər Əliyevlə görüş istədi. Və mən həmin görüşdə iştirak eləmişdim. Və Heydər Əliyevə təcili mesaj çatırdı Vaşinqtondan. Şimdi Vaşinqtondan mənə tapşırıblar, sizə bu mesajı çatdırım. Biz başa düşürük, siz nə qədər ağır durumdasınız. Biz sizi başa düşərik, siz geri çəkilsəz. Və biz sizə köməklik edə bilmirik. Və biz sizi başa düşərik, əgər siz geri çəkilsəniz. Əgər siz Rusların tələbləri ilə razılaşsınız. Ruslar da nə tələb edirdi? Həmin neft kontraktı Rus şirkətlərinin imzalansın, həm də Rusiyanın hərbi bazası Azərbaycanda. Ömürlük boyunduruq. Ömürlük. Ancaq Amerika bizə köməklik elə bilmirdi, dəstək verə bilmirdi. Ona görə Clinton məsuliyyəti boynundan atdı. Bu medalın iki yüzü var da.
Bu həm deyir ki, biz sizi başa düşəcəyik, həm də deyirdi ki, bizə ümidli olmayın. Biz bura gəlib sizlə bir yerdə vuruşa bilməyəcəyik. Biz Rusiya qarşı, erməni qoşunlarına qarşı bu da savaşda iştirak edə bilməyəcəyik. Bir də o tərəfi vardı ki, taleyiniz yalnız öz əlinizdədir. Baxın, görün nə edirsiniz. Heydər Əliyevin də Kozlaricə cavabı belə oldu ki, siz Vaşinqtona çatdırın. Biz geri çəkilməyəcəyik. Biz erməni ordusunun qarşısını alacağıq. Biz neft kontraktlarını imzalayacağıq. Nəzərdə tutduğumuz yoldan və planlarımızdan bir adım geri çəkilməyəcək. Bunu Vaşinqtona çatdırın. Bax, Kozlaricdə getdi, qayıtdı səfirliyə, bu teleqramı vurdu Vaşinqtona. Ona görə biz bütün bunlara nail olandan sonra, Heydər Əliyev qalib gələndən sonra, atəşkəsə də nail olandan sonra, neft kontraktları imzalanandan sonra, oldu Astoriyada Clinton'la Heydər Əliyev ilk dəfə görüşəndə Clinton ona belə gözlə baxırdı ki, mən inanmırdım ki, sən bunu bacaracaqsan. Mən hətta sənə xəbərdarlıq da göndərdim ki, mənə ümid eləmə. Çətindirsə geri çəkil. Sənsə geri çəkilmədin. Axıra kimi getdin, qalib gəldin. Bax, Heydər Əliyev münasibəti Clintonun belə idi. Siz Yevlax deyəndə bilirsiniz nə yadıma düşdü? 2-ci Qarabağ müharibəsindən sonra ermənilər can atdıqları Yevlaxa gəlib çatdılar, amma başqa şərtlərlə. Başqa şərtlərlə. Xarici görüşlərdə necə davranırdı? Məsəl üçün, yaxın qonşu ölkələrlə. Bilirsiniz, Heydər Əliyev böyük siyasətçi deyəndə, eyni zamanda burada böyük diplomat, böyük psixoloq, o cümlədən diplomatik danışıqları aparmaq qabiliyyətidir. Hamısı daxildir bu anlama, böyük siyasətçi anlama. O Sovetlər İttifaqına rəhbərlik edəndə bir çox xarici səfərləri edirdi. Sovetlər İttifaqının adından Ərəb ölkələrinə, başqa ölkələrə danışıqlar aparırdı. SSR-nin adından danışıqlar aparırdı. Yəni diplomatiya sahəsini Heydər Əliyev çox gözəl bilirdi. Və müxtəlif diplomatik danışıqlarında tez-tez heyran edirdi qarşı tərəfi ki, onlar heç gözləmirdilər. Təcrübəli diplomatlar da ondan beri misal üçün hansısa hərəkat, hansısa bir söz gözləmirdilər və qalırdılar hərdən bir belə çıxılmaz vəziyyətdə. İndi İran ətrafında böyük hadisələr baş verir. Elə yadıma düşür, Heydər Əliyevin İrana ilk səfəri bir neçə günlük səfər idi. İranın bir çox şəhərləri daxil olmuşdu bu səfərin proqramına. Ancaq nə qədər Heydər Əliyev istəsə də biz də İran tərəfinə bunu çatdırsaq da Təbrizi ora salmırdılar. İcazə vermirdilər ki, Heydər Əliyev Təbrizə getsin. Bəli. Və iş günü biz Tehrana çatanda Ayətullah Xamneyi, ali dinli rəhbər Heydər Əliyevi dəvət elədi. Axşam hələ rəsmi səfər başlamayıb görüşə ki, xoş gəlibsiniz, necəsiz, rahatsınızmı, necə nə xahişiniz var, nə əlavə bir təşrifiniz var. Yəni bu rəsmi görüş deyildi. Bu axşam salamlaşma idi, bir də səmimi qeyri-rəsmi söhbət idi. Mən də həmin söhbətdə iştirak eləmişdim və Heydər Əliyev otağa girəndə, ali din rəhbərinin otağına girəndə o salamladı Heydər Əliyevi, dedi ki, necə çatdınız, necə gəldiniz, necə yerləşdiniz? Rahatsınızmı? Hər şeyin qaydasındadır. Ev yiyəsi kimi də ölkəsinə Heydər Əliyev səfər edir. Heydər Əliyev də qayıtdı, dedi ki, çox sağ olun, hər şey yaxşıdır, hər şey gözəldir. Çox razıyam, çox yaxşı qarşıladılar, çox yaxşı yerləşdik. Bir balaca arzum var idi, onu yerinə yetirə bilmədim. Dedim, nə arzum, nə olub? Heydər Əliyev demədi, Təbriz. Dedi ki, bilirsiniz, sizdə bir balaca qəsəbə var, Xəmniyə qəsəbəsi. O da Təbrizin düz böyrüdür. Oraya getmək üçün mütləq... Sonraki Ayətullahın doğulduğu yer. Bəli. Xəmneyinin. Və Təbrizə, oraya getmək üçün mütləq Təbrizə getməlisən. Təbrizdən oraya getməlisən də. Heydər Əliyev deyir, o Xəmniyə qəsəbəsi çox gözəl qəsəbədir. Oradan çox tanınmış tarixi şəxslər oradan çıxıblar və başladı sadalamağa, o cümlədən ali dini rəhbərdir. Mənim də çoxdan ki arzum var idi ki, o qəsəbəyə bir gedim, baş çəkim, bir səfər edim. Təbrizin adını çəkmədi. Deyəndə bu ali dini rəhbər hər şeyi başa düşdü, elə gülümsədi, saxlaya bilmədi özünü.
başını bir buladığı üçün hər şeyi anlayıram. Dedi, inşallah cənab prezident gələ dəfə siz gələndə mən sizi özüm aparacağım. Təbrizə də, Hamıya. Dedi, ancaq vəd eləmədi. Sonra da bəlli oldu ki, ikinci dəfədə Heydər Əliyev səfəri zamanı Təbrizi salmamışlar. Ancaq Heydər Əliyev o cümlə ilə hər şeyi çatdırdı ali dinli rəhbərə. Və İranla bağlı da yenə də bir əhvalata danışım. İran Ermənistana çox böyük dəstək verirdi. Biz də bundan çox həmişə narazı idik və bizə çox pis təsir eləyirdi. Müsəlman ölkəsi, gözün qabağında müsəlmanların torpaqları işğal olunur, onlara qaçqınlar var. Bu Ermənistana qarşı başqa İslam dövlətləri veto qoydular, embargo qoydular. Türkiyə bütün əlaqələrini kəsdi Ermənistanla. Səudi Ərəbistan tanımadı Ermənistanı. Pakistan tanımadı Ermənistanı. Bircə İran çox böyük dəstək verirdi Ermənistana. Və bir dəfə İranın Xarici İşlər Naziri vilayəti gəlmişdi Azərbaycana böyük nümayəndə heyətindən. Ondan da 2-3 gün əvvəl yenə də ermənilərə hansısa bir böyük dəstək vermişdilər onlar. Heydər Əliyev onları qəbul elədi və başladı sılılamağa. Bunu edibsiz, bunu edibsiz, bunu edibsiz, bunu edibsiz. Onlar da qulaq asırlar. Axırda dedi, mənim bircə sualım var sizə. Bu ermənilər üçün bizim torpaqlarımızı işğal ediblər, nə qədər adam öldürüblər və s. Siz onlarla o danışanda, görüşəndə, sonra gedib əllərinizi yuyursunuz mu, yoxsa yox. Bu da çox ağır söz idi. Vilayəti qabaqca ağappaq oldu, sonra qıpqırmızı oldu. Sonra bir söz də deyə bilmədi. Əlləri qana bulanmış adamların əlini sıxmısınız. Bəli. Nümayəndə heyəti də İranın hamısı o vəziyyətdə idi. Və ondan sonra da Heydər Əliyev durdu, artıq onlarla xudafizləşdi, onlar getdilər. Lissabon sammitindən istəyirəm danışım. Orada möhtəşəm bir şahmat partiyası olub. Bəli. Və heç kimin hazır olmadığı halda Ulu Öndər elə bir partiyanı oynayıb ki, məcbur olub onun istədiyinə razılaşıblar. Onu istəyirəm tamaşaçılara danışaq. Bilirsiniz, bu həqiqətən də əvvəldən hazırlanmış bir strategiya idi. Biz onu Lissabon sammitindən bir neçə ay əvvəl müzakirə etməyə başlamışdıq. Hətta Heydər Əliyevin bir tapşırığı var idi. Bir dəfə biz ayrıca görüşdük. Mən, rəhmətli Vəfaquluzadə və Tofiq Zülfüqarov, Xarici İşlər Nazirinin müavini idi o dövrdə, birinci müavini idi. Biz ayrıca görüşüb işdən kənar vaxtda məsələ bu Lissabon sammitinin, qabaqdan gələn sammitindən bağlı, o bizim strategiyamızla bağlı ayrıca müzakirələr də aparmışdıq. Sonra da biz Heydər Əliyevə məruzə elədik. Bu məsələ nə cür ola bilər? Əvvəldən hazırlanmış bir qərar var idi. Onu nə cür sənədlərə salmaq, nə cür onu orada qəbul etdirmək, hansı yollarla, ermənilərin müqavimətini nə cür sındırmaq. Çox böyük diplomatik iş aparıldı. Müxtəlif səviyyələrdə, müxtəlif yerlərdə. Viyanada, nə bilim, Finlandiyada, başqa yerlərdə. Hər kəs öz payına düşən vəzifəni yerinə yetirdi. Ermənilər Lissabona gələndə birdən ayırdılar ki, sənəddə belə bir təklif var ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində bir muxtariyyət olsun. Bununla da konflikt bitsin. Təbii ki, ermənilər orada hakü qaldırdılar, veto hüququndan istifadə edildilər ki, biz veto hüququndan istifadə edirik, bunu dayandırırıq. Heydər Əliyev də qarşılıqlı veto da ona qoydu və hamı başa düşdür ki, birinci vetonu qoyan erməni tərəf oldu. Yəni, təklif olunan sənədə yox deyən Ermənistandır. Ermənistan veto qoyur və Azərbaycan da məcburdur ona cavab olaraq öz vetosundan da istifadə etməyə. Və Heydər Əliyevlə bu vəziyyətdən çıxış yolunu tapmaq üçün ABŞ-ın vitse-prezidenti Albert Gore,
Avropanın liderləri, O da təzə müxtəlif təyin olmuşdu deyəsən Albert Gore. o İlk böyük tədbiri idi. böyük tədbiri idi, özü də ora gəlmişdi, ayağı sınmışdı, gipsə gəlmişdi. O tədbirdən əvvəl gedib İsveçrədə, kurortda, o dağda Xizək sürmüşdü. xizək sürmüşdü və yıxılıb ayağını sındırmışdı. Ona görə də elə o gips vəziyyətində gəlmişdi ora. Onun orada karyerası bitə bilərdi də. Hə. Və İdər Əliyev Albert Gore-da da başa saldı ki, vəziyyət belədir, sənət var, solun üstündədir. Bir ölkə bunun əleyhinə çıxış edir, VTO-dan istifadə edir. Bu ölkənə imkan vermək olmaz üçün bütün ATƏT-in ümumi rəyini poza bilsin. Bunu Heydər Əliyev ABŞ nümayəndə də, Almaniyanın da, başqa ölkələrində hamısından bir-bir bunu çatdırırdı və axırda təklif olundu ki, gəlin belə eləyək. Bu ermənilər inatkarlıq göstərirlərsə, biz bir qərar qəbul edək ki, orada veto hüququ yoxdur. Və orada qeyd edək ki, ATƏT-in bütün dövlətləri bu qərarın lehinədirlər. Qarabağ Azərbaycanın tərkibində olmalıdır və muxtariyyət olmalıdır. Bir ölkədən başqa, yəni Ermənistandan başqa. Və qərar da məhz belə qəbul olundu. Hətta Heydər Əliyev xahiş elədi ki, o qərarı dəstək olaraq ATƏT-in içərisində müxtəlif fraksiyalar var. Misal üçün, Şərqi Avropa ölkələri, nə bilim, Qərbi Avropa ölkələri, nə bilim, başqa qurumlar zadlar, nə bilim, NATO orada da, NATO-nun nümayəndəliyi də orada var və s. ABŞ hamısı ayrı-ayrı çıxış edib dəstək verməlidirlər bu qərara və hamı da göstərməlidir ki, bir yalnız ölkə bunun əleyhinədir. Bunlar hamısı baş verəndə Ermənistanda az qala üsyan başladı ki, bu hüquqi soyqırımıdır. Sevimli mövzu, soyqırım mövzusu. Soyqırım mövzusu, yəni Lissabonda Azərbaycan diplomatiyası Ermənistan diplomatiyasını soyqırıma məruz qoydu. Və həqiqətən də bu çox böyük qələbə idi. Və ondan sonra da Ermənistanda bir müddətdən sonra o Levon Ter-Petersen də istifaya getməyə məcbur oldu. Əslində qalsa onun istifaya getməsi sənəd tətiklədi. Bu sənəd qəbul olundan sonra başlayan böhranın bir son nöqtəsi idi. Orada böhran başladı və necə oldu? Levon Ter-Petersen cavab verir, bütün dünya açıq bildirdi ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olmalıdır. Dünyanın, ATƏT-in də mövqeyi bundan ibarətdir. Biz bundan barışmalıyıq. Orada qırğın, qiyamət və s. axırda da o istifaya getməli oldu. Eldar müəllim, amma o sənədin qəbul olunmasında samitin yekun sənədi olmalı idi ki, bizim də imzamız orada vacibidir. Hamı onu imzalamalı idi. Mən bilən orada Heydər Əliyev qərar qəbul eləmişdi ki, biz imzalamırıq. Və ona görə məcbur olub sənədi qəbul elədilər, eləmi? Yox, o da bizim vetomuz idi da. Mən deyəndə ki, onların vetosuna qarşı biz də veto istifadə etdik. Biz də veto İmza atmamaq kimi, hə? Biz də imza atmırıq. Onlar o təklif olunan sənədə imza atmalarsa, vetodan istifadə edirlərsə, biz niyə bundan istifadə etməyik? Albert Gore-la da söhbət bu məcəldə idi. Albert Gore dedi ki, cənab prezident, siz başa düşürsünüz, belə bir veto hüququ var. Ermənilər də bundan istifadə edirlər. Heydər Əliyev də ona bir diqqətindən qulaq dedi ki, başa düşürəm ki, belə hüquq var. Elə mən də həmin hüquqdan istifadə edirəm. Yəni də bütün Amerika nümayəndə etdi, başladılar gülməyə. Albert Gore da qızardı. Yəni ki, sən niyə başa salmaq istəyirsən? Heydər Əliyevə başa salmaq istəyirsən, gözəl başa düşürsün. Veto hüququ var və ermənilər veto hüququndan istifadə edir. Sən kimə Kremli göstərirsən? Sən kimə Kremli göstərirsən mənasında. Və ancaq hamı başa düşür ki, biz haqlıyıq. Ona görə də onlar o qərarı qəbul edilər ki, bütün samitin adından bir ölkədən başqa, yəni Ermənistandan başqa qalan ATƏT-in bütün üzvləri hesab edirlər ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olmalıdır. Bugün ad günüdür. Ulu Öndərin biz ad günündə bu müsahibəni efirə veririk. Qeyd eləyirdim ad günlərini? Biz bu məsələlərdə çox həssas idi. Çox işgüzar idi. Deyirdim, səhər başlayırdıq işə, axşam saat 12-də, 1-də qutarırdıq. Bəlkə gecədə gəlməli olurdum onun evinə üçün, hansısa bir sənədi imzalatdırmaq üçün.
Və adətən icazə vermirdi ondan ad günündən bağlı hansısa bir tədbir keçirməyə. Birinci dəfə mən siyah hazırlamışdım. Yüzlərlə müraciətlər var idi ki, Heydər Əliyevi təbrik eləmək. Axırda biraz belə inandıra bildim ki, bəlkə lazımdır ki, bir 10-15 təşkilat qəbul edəsiniz. Əvvəlcə razılıq verdi, sonra dedi, yox, vaxtım yoxdur. Mən işimizdir, işləyirik, mən ad gününü evdə sonra ailəmdən qeyd eləyərəm. Bir dəfə razılıq verdi, aparatın rəhbərləri onu təbrik eləsin. Şöbə müdürləri və s. aparat. Bir 10-15 nəfər biz yığışdıq, hamı da çox sevincək idi, gül buketi və s. belə. Və hətta oradan deyirlər ki, çay süfrəsi zadı yəqin indi təbrik eləyəndə adətən nə cür olur, otururlar bir söhbətə belə. Ancaq Heydər Əliyevi yaxşı tanımırdılar. Öyle ümid eləyənlər. Biz girdik onun kabinetinə. Heydər Əliyev də öz iş masasının arxasındaydı, orada oturmuşdu. O qonaqlar üçün də böyük 20-30 nəfərlikdə orada bir böyük stol var idi, orada iclas keçirmək üçün. Amma öz o iş masanın arxasındaydı. O durdu, belə baxdı, nədir? Hamı da gəldi, Heydər Əliyev birincisini ad günü bizi təbrik edirdi. Gül buketi və s. qəbul edib, təşəkkürünü bildirdi və qayıtdı təzədən öz o iş masasında oturdu. Hamıya baxdı, nədir? Hamı dedi, heç nə biz çəkdik. Yəni bu çəkdi, 1 dəqiqə yarım, 2 dəqiqə vaxt ayırdı. Çünki onu biz təbrik edirdik. O da bir dəfə, mənim yaddaşım da bir dəfə qalıb ki, icazə verdi. Çox belə xahişlərdən sonra. Amma çoxları ümid edirlər ki, yaxşı, bir yarım saat oturub, bir çay süfrəsi olar, prezidentlə bir şirin söhbət eləyə bilərlər. Prezident bir iş günüdür, valla. Tələb edibsiniz, mən də 1 dəqiqə yarım sizə ayırmışam. Amma başqalarının ad günlərinə çox diqqətli idi. Azərbaycanın tanınmış ziyalıları var, onlar gözəl bilirlər və özləri də danışırlar ki, ad günlərində Heydər Əliyev onları evə mütləq zəng eləyərdi, onlarla danışardı. Səmimi söhbətlər eləyərdi. Onların nəsə xahişləri varsa, onlarla çox danışıqlar eşitmişəm. Məsəl üçün, mənim ad günüm olanda biz gecə saat 12-yə kimi istəmişdik. Saat 12-də iş qutardı. Mən də evdə demişəm ki, nə ad günümü bizə iş günüdür. Bunu sonra qeyd eləyərik, rahat vaxt olanda. Saat 12-yə yaxın idi. Prezident kabinetdən çıxdı, mən də onu yola salırdım liftə qədər. Son tapşırıqlarını verirdi o liftə yaxınlaşanda. Sonra dayandı, saata belə baxdı, dedi, bir vaxt sənin ad günündür. Dedim, bəli, cənab prezident, səni təbrik edirəm, əlimi sıxdı. Sada da baxdı, dedi, hələ 12-dir, hələ vaxt var, sən də qeyd eləyə bilərsən. Dedim, cənab prezident. Yarım saat. Dedim, cənab prezident, o vacib deyil. Vacib odur ki, işimizi yaxşı aparaq. O hamısı xırda məsələlərdir. Bu, insan haqqında, ulu öndərimiz haqqında illərlə danışmaq olar. Onun qoyduğu irs, onun qızıl hərflərlə yazdığı tarix, bu həm indiki nəsillər üçün, həm gələcək nəsillər üçün bu böyük bir örnəkdir. Hətta mən deyərdim ki, onunla eyni vaxtda yaşayan və çalışan adamlar hətta nə qədər böyük işlər görülüb onu axıra kimi dərk eləmirlər. Bir müddətdən sonra, 10 ildən mi sonra, 20 ildən mi sonra tarix kitablarında, dərsliklərdə, müxtəlif filmlərdə bu böyük insan haqqında ola bilsin daha ətraflı, daha düzgün onda qiymət verəcəklər və anlayacaqlar. Biz isə onunla bir yerdə işlədiyimiz dövrünü elə xatırlayırıq ki, burada öz tarixçəmiz də var, başqalarının da tarixçəsi var. Ancaq Heydər Əliyevin gördüyü işlər elə işlərdir ki, 200 il bundan əvvəl
Rusiya Qafqaza gələndən sonra, Qafqazı işğal edəndən sonra Azərbaycan tarixində bir enmə prosesi başladı. Bizim torpaqlarımız bölünürdü, torpaqlarımız əlimizdən alınırdı. Bizim torpaqlarımızda erməni dövlətləri yaranırdı, ermənilərə muxtariyyətlər verilirdi. Sovetlər dövründə də bu davam edirdi, torpaqlarımız addım-addım keçirdi ermənilərin nəzarətinə. Zəngəzur dəhlizi əvvəllər yox idi, sonra yarandı 10 kilometr idi, sonra oldu 20 kilometr, sonra oldu 30, sonra oldu 40. Yəni bu bütün Sovet dövrü gedən proseslərin nəticəsi idi. Sonra da Sovet İttifaqı dağılanda da torpaqlarımız yenə də işğal olundu, ərazilərimiz işğal olundu, Azərbaycanda vətəndaş müharibəsi başladı. Yəni biz 200 il yaxın bax belə enən xəttlə gedirdik. O xətti, enən xətti mənfi deməli enerjini dayandıran, Azərbaycanı qoruyub saxlayan və yenidən o yüksəlişə qaytaran, o xəttə qaytaran səsə ki, Heydər Əliyev oldu. Onun irsi, onun Azərbaycan xalqına verdiyi töhfələri heç vaxt heç bir nəsil unutmayacaq.